Məncə uşağından, böyüyündən asılı olmayaraq şirin çayı sevməyən yoxdur. Hələ Naxçıvana getmisənsə, mütləq o Naxçıvan çöçəsi ilə o şirin çay içilməlidir. Biz də eləmədik tənbəllik, yoğurduq xəmirimizi, yandırdıq təndirimizi, başladıq çöçələrimizi bişirməyə. Həm dəstana, həm Naxçıvan çöçəsinin içliyi cəviz və soğandan ibarətdir. Xəmiri isə süd, yağ və mayadır. Uşaqlar çox sevmirlər deyə biz bəzilərində pendirlə hazırladıq. Biz hazırladıq, mütləq olmazsa olmazı samovarda bir tərəfdə qaynadıq. Payızın gözəl rəngi, isti təndir, qaynar samovar, əminəm ki, hər kəs bu videoları çox sevir. Biz hazırladığımız çöçələri anam üzərlərini yumurtalayıb təndirə vurduq. Yəqindir ki, bu təndir iyi, bu ocağın iyi, bu çöçənin iyi bizlərə qayğısız uşaqlıq illərimizi xatırladır. Məhz ona görə bu qədər doğma gəlir. Kaş bu iyi video vasitəsilə sizlərə də ötürə bilərdim. Pişib təndirdən çıxan çöçələrimizin arxasının daşını təmizləmək üçün tyorkadan istifadə edirik. Bəs budur, hazırdır artıq. Samovardan çaylarımızı süzürük, şirin çayımızı salırıq və bəhbəhlə yeyirik. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm.